Salam dostlar, bugün yenə Brawl Stars oynuyoruz və Brawl Stars'ın ikinci bölümündəyik və bugün Brawl Stars'da bir qəribəlik olub. Baxın, Brawlerlərin karakterlərin əlləri falan böyüyüb, əl hissəsində olan hər bir şeylər böyüyüb. Baxın, bu Cordelius'da qılınc kimi olan silahı görünmür. Belə eləyəndə ucu-ucuna az qalsın. Mortis'də var bu şey, lapatkası 3 metr olub. Məsələn, Edgar. Edgar'da çox da bilinmir, amma yenə də böyüdü Edgar. Deyəsən ən balaca bazdadır. Dynamite'də də belə deyil. Grey'in bizim detektivimiz. Lupası 3 metr olub yenə. Neysə, dostlar, bugün Boss Bruce Nita'nı kəsməyə çalışacağıq. Və bu kaos akınını aktivləşdirək. Oyunumuza keçək. Oyuna başladıq dostlar. Bu Bruce Nita'nın boynuna bax nə boydadır. Bu da deyəsən ayısıdır. Tərs düşüb bu kostyum deyəsən. Ayısı Nita'dır, Nita'da ayısıdır. Neysə. Nita'da ayıları bıraxır. Yəni əsl ayılar. Bəli dostlar, Bruce Nita'nı da keçməyə üzrəyik. Yəni birinci səviyyəsini və keçdik. Birinci səviyyə çox asan idi. Sadəcə bir dəfə öldüm. Və hədiyyələrimizi açaq görək kaos hədiyyəsindən nə gələcək. Əgər əfsanəvi gəlsə, hamı abunə olub like atsın. Destansı. Gizəmli. Sonra. Əfsanəvi. Hə! Əfsanəvi. Hamı like atıb abunə olsun dostlar. Ultra əfsanəvi gəlmədi. Və Krova yıldız gücü. O qədər də yaxşı deyil, amma heç olmaz. Dostlar, yenidən oyunumuza başladıq və artıq biraz çətin səviyyələrə gəlirik. Başlayaq oyunumuza. Bruce Nita'ya tarayırıq. Davam eləyək dostlar. Biraz ayı çox atır elə bil. Bayaqçının nisbətən çox atır. Yəni həmişəkinə nisbətən. Bəli dostlar, vaxtımız çox getməsin deyə videonu saxladım və artıq axırlardayıq. Və oyun bitmək üzrədir. Gedib axırıncı dəfə ultimizi ataq və öldü. Və digər oyunumuza da keçdik. Artıq az qalıb dostlar. Birazdan bitirəcəyik oyunu. Tez gedək Bruce Nita'ya hasar vuraq. Artıq Bruce Nita əvvəlkindən daha çətindir. Və artıq bu səviyyəni də bitirdik. Deyəsən bundan sonra çox çətin səviyyələr gəlir dostlar. Tez start edelim zaten. Bundan da etmə gəlmədi. Başlayaq görək. 2 səviyyə qaldı. Və çılğın moduna keçdik dostlar. Bruce Nita artıq çox ayı deyəsən gətirir. Beləncəni görmüşəm yəni. Aha. 4. Oy, nə qədər ayı spamlayırdı. Hələ ikincisi də var. Çox çətindir bu səviyyə dostlar. Məncə bir dəfə də olsa öləcək. Süperimiz doldu. Tez qaçmalıyım. Ölmək üzrəydim arkadaşlar. Ölümdən burundu. Qaçmalıyım tez. Çünki canım azdır. Şimdi canım çoxaldı. İndi cuma bilərəm. Birinci bu ayıları öldürək. Bu dayanmadan ayı spavnayım necə? Qaçım bundan da. Aha, gəlir bura. Ay, nə qədər ayı var. Ay, bu nə deyil? Nə qədər ayı var bundan.
Dəhşət çox ayı spawn edirik. Bir yanımızda. Devam edirik. Oy da ayıların sayısına bax orada. Bunu atsın. Aha. Çoxun yox elədi. Bir ultidə. Ayı yox idi. Onu başlayaq bu Bruce Nitan'ın. Oy da ayıların sayısına bax heç bu qədər çox olmamışdı. Oy! Ölməyə üzrəydim az qalsın. Və dostlar, beləliklə bu səviyyəni də keçdik. Davam eləyək. Çıxış bax. Star rediyası açaq. Deyəsən kaos verdi. Süperində destansı. Gizəmli. Efsanəvi olar. Olmadı. Heç nə olmaz. Nə verdi? Spike aksesuar. Neysə. Oyunumuza davam eləyək dostlar. Burada gördüyünüz kimi son bir dənə səviyyə qaldı və imkansız. Dostlar, bu axırıncı səviyyə çox çətindir, çox. Dəhşət çox çətindir. Ayıların sayısına bax, elə bir ki sonsuzdur. Ölümsüzlər, elə bir. Ayıların əlindən oyunun kasırı, bu nətər şeydir də. Tutarmırlar, neysə, hamısını öldürürük deyəsən burada. Hadi bakalım, ölməyəcək. Qaçmalıyıq da. Qaçaq. Və dostlar, imkansız səviyyəsini də qurtarırıq. Bitti. Bitti. Bu arada dostlar, eləməyimi istədiyiniz bir şey varsa yorumlara yaza bilərsiniz. Çalışaram eləməyi. Start destansı. Bir dənə əfsanəmi atmalıyıq. Buradan nə gəlir? Destansı. Gənə. Bir dənə normal şey gəlmir. Heç nə olmaz. Neysə. Və gördüyünüz kimi bütün səviyyələr bitdi. Bu video bu qədərdir dostlar. Abunə olub like atmağı unutmayın. Sağ olun.